Gözəllik üçün zehni proqramlaşdırma. Rahatlıq. Özünə 5 dəqiqə istirahət ver. 10-20 dəfə burundan dərin nəfəs al və ağızdan burax. Sonra bu zehni proqramlaşdırmanı mənimlə birgə oxumağa və ya dinləməyə başla. Və hər dəfə özündə nəyisə bəyənmədikdə onu yenidən səsləndir və ya oxu. Mən həm özümün, həm də ətrafımdakı insanların gözəlliyini görürəm. Mən öz gözəlliyimi olduğu kimi qəbul edirəm və parlamağı özümə icazə verirəm. Mən özümə güzgüdə baxanda sevinirəm. Bədənimin hər bir hüceyrəsi zərif və incə enerji ilə doludur. Məni başqalarından fərqləndirən hər bir detal məni unikal və bənzərsiz edir. Mənim bədənimdəki hər xal bir incə öpüşə, hər barmağım isə zərif bir toxunuşa layiqdir. Mən düşüncəyə dalanda sirliyəm. Gülümsəyəndə işıq saçan bir cazibəyəm. Mən güləndə valeh ediciyəm. Mən susanda sehirliyəm. Mən xəyal quranda ilham mənbəyiyəm. Mənim dərim sağlam, gözəl və parlaqdır. Mənim saçlarım gür, yumuşaq və parlaqdır. Və saçlarım məni kainatın enerjisi ilə birləşdirir. Mənim bədənim gözəldir və bədənimdən yayılan enerji mənə həzz bəxş edir. Mənim zərif və güclü ayaqlarım var və ayaqlarım mənə hər yeridə ana torpaqdan bolluq və zənginlik enerjisi ötürür. Mən qadın bədənimlə möhtəşəməm. Mən daxili işığımla ətrafa işıq saçıram. Mən varlığımla tam və dəyərliyəm. Mən yaradılışımdan bəri mükəmmələm. Bu həyatda qadın olmaq mənim hədiyyəmdir. Mən sevginin təcəssümüyəm. Mən gözəlliyin simvoluyam. Mən ilahi harmoniyanın daşıyıcısıyam. Mən qadınam. Mən qadınlığın özü.